Salam hörmətli Türkəz TV-nin izləyiciləri. Hazırda yenə biz şəhid tədbirinə yığışmışıq. Bu günləri 10-cu layihəmizdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlər ölməz, vətən bölünməz. Vətən sağ olsun. Divarları donub, buz olur. Sənsiz evim çox soğukdur. Dərd qədərbim yalnız olur. Sənsiz evim çox soğukdur. Zamanlı ömrümə kədər ayırdı bizi tezlikdir. Demirsən şiir həzər, sənsiz evim çox soğukdur. Ölüm qovuşdu var mənim, həsrətindəyəm mən yəni. Buz olmuşam qəbrim kimi. Sənsiz evim çox soyuqdur. Uşaqlarım verir sual, susur dedim, olur onlar. Gəl istidir beni camal. Sənsiz evim çox soyuqdur. Qoşulmur səsin səsinə, qoy isinsin isti nəfəsinə. Həcərin çətin isinə, sənsiz evim çox soyuqdur. Həcərin çətin isinə, sənsiz evim çox soyuqdur. Şəhid Zafarov İlham Rüzqovunun tarixini tapılma, məzarı olmayan balam. Anasışlar etmən Dərdin yaddaşımı pozub, yuxumu da pisə yozub. Mənə vaxtsız məzar qazıb, məzarı olmayan balam. İllər öpdü, zaman getdi, bir gülləyə qurban getdi. İlhamım da cavan getdi, nur üzü solmayan balam. Həsrətin ağır, çəkilməz, dərdin mükəfənə bükülməz. Bir ad qoydum, sən yenilməz, adına doymayan balam. Baxmadı heç yarasına, girildi şəhidlərin sırasına. Yaşadıqca anasına, biganə qalmayan balam, biganə qalmayan balam. Elmar bəy, xoş gördük sizi. Çox sağ olun ki, şəhidlərimizə bu qədər dəyər verirsiniz. Artıq bu günləri 10-cu layihəmiz bitdi. Təşəkkür edirik. Mənim qardaşımın da şeirini siz yazdınız və təqdim etdiniz. Buyurun, söz sizdə. Təşəkkür edirəm. Öz növbəmdə sizə birinci növbədə təşəkkürümü bildirirəm ki, gəlirsiniz, işıqlandırırsınız. Və sizin qardaşınız Ağaliyə də biz şeir həsr etdik 10-cu tədbirdə və inşallah 11-ci tədbirdə də biz yenə də Ağali qardaşımızın şeirini səsləndirəcəyik. Və burada məqsəd yenə dediyim kimi vətənpərvərlik, şəhidlərimizin xatirəsini əbədiləşdirmək. Yəni bu istiqamətdə bu layihə öz əksini tapır və layihənin bölmələri var təbii ki. Bölmələr dedikdə nəzərdə tutulan nədir? Şəhid evlərini ziyarət etmək və 100 şəhid olandan sonra o kitab yazılacaq və bəzi insanlar suallar ünvanlayırlar ki, niyə 100 şəhid? Əslində Azərbaycanın ərazi bütövlüyündə canından keçmiş şəhidlərimizin adlandır bu. Sadəcə ifadə olaraq 100 şəhid şeir layihəsi. Bu bütün Azərbaycanın bacardığımız qədər Allah bizə güc versin, qüvvət versin və biz çalışan qədər irəliləyən zamanlarda da biz çalışacağıq ki, bir çox şəhidlərimizin adına biz tədbirlər keçirək, onlara şeirlər yazaq. Yəni bu geniş şaxəli bir tədbirdir. 1-2 tədbirlə əmələ gələsi bir şey deyil. Təbii ki, bu tədbir indi 100 tədbir olacaq, 200 tədbir olacaq, 300 tədbir olacaq. Allah qismət versin. Allah belə deyək. İnşallah ki, uğurlarımızın davamı olar. Belə. Bu qədər. Çox sağ olun Elmar bəy, minnətdaram sizə. Allah işlərinizi avand eləsin. Uğurlar sizə. Təşəkkür edirəm. Ölüm səfərində bu gün sənə qovuşuram. Ruh tərk edir bədənimi, bu gün sənə qovuşuram. Dərdin qamətimi əliyir, sənsizlik qəlbimə dəyir.
bu dünyaya vida deyirəm. Bu gün sənə qovuşuram. Anan eşyanı saxlayıb, baxırıq onları ağlayıb, evin qapısını bağlayıb. Bu gün sənə qovuşuram. Bacıların səni səslər, qəlblərində hörmət bəslər. Bitəcək dərd almışlar. Bu gün sənə qovuşuram. Ağali atan dedi, sızlayıb içini yedi. Deyir, oğlum mən də gəldim. Bu gün sənə qovuşuram.